İcbari sığorta sahəsində vəziyyət necədir? İslahatlar nəticə verirmi? Sərhəddə sığorta müqaviləsinin rəsmiləşdirilməsi prosesində hansı yeniliklər var? Forma 4 bundan sonra elektron qaydada veriləcək. Qəbuldasan da bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Verilişin qonağı İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyevdir. Vüsal müəllim, salam, xoş gəlmişsiniz. Çox sağ olun. Çox. Vüsal müəllim, Azərbaycanda icbari sığorta sahəsində vəziyyət hazırda necə xarakterizə eləyərdiniz? Azərbaycanda son illərdə sığorta sektorunda dinamik, müsbət dinamika müşahidə edilir və mühüm islahatlar aparılır. Ölkəmizin icbari sığorta bazarı böyük potensiala malikdir və bunun daha da inkişaf etdirilməsi ilə bağlı biz zəruri tədbirlər həyata keçiririk. İcbari Sığorta Bürosunun əsas fəaliyyəti icbari sığorta sisteminin sabitliyini təmin etmək və sığorta olunanlar və üçüncü şəxslərin maraqlarını qorumaqdır. Son illər büro olaraq biz texniki və institusional islahatlar aparırıq. Kadrların peşə bacarıqlarının artırılması yönündə, ictimaiyyətin sığorta savadlılığının artırılması yönündə zəruri tədbirlər həyata keçiririk. Davamlı olaraq da innovativ yanaşmalar gətirərək əsas məqsədimiz sığorta olunanların məmnuniyyətlərini təmin etməkdir. Yəni onların məmnuniyyətlərini təmin etməkdə əsas məqsədimiz odur ki, vətəndaşlarımızın əslində sığorta ilə ilk tanışlığı icbari növlə başlayır. Əgər icbari növlə tanış olanda vətəndaşımız orada hadisə baş verdiyi zaman, əgər vətəndaşlarımız həmin hadisə tənzimlənməsi zamanı məmnun qaldığı təqdirdə bu digər könüllü növlər üzrə də öz təsirini göstərəcək. Bu nöqteyi nəzərən artıq innovativ yanaşmalar sayəsində sığorta olunanların məmnuniyyətinin artırılması ilə də bağlı bir çox tədbirlər həyata keçiririk. Vüsal müəllim, bu ildə büro tərəfindən bir sıra islahatlar və innovativ layihələr həyata keçirildi. Bu yeniliklərin əhəmiyyəti nədən ibarətdir? Ümumiyyətcə, bu 2025-ci ili rahatlıqla biz İnşurtek ili elan edə bilərik. İlin əvvəlindən başlayaraq bir çox məhsullarımızda yeni innovativ yanaşmalar gətirdik. İlin əvvəli bizim ixrac məhsulumuz olan xarici yaşıl kart məhsulumuzda blanklarda çap olunurdu əvvəl. Bu bizim ixrac məhsulumuzdur. Gürcüstan və Qazaxıstan nəqliyyat vasitələri yaşıl kart sisteminə üzv olan ölkələrə gedərkən bizim sistemimiz vasitəsilə yaşıl kart sığorta şəhadətnamələrini əldə edirlər. Biz orada blanklardan azad etdik, tam elektronlaşdırdıq və QR kodlar vasitəsilə həm də oradakı saxtakarlıq hallarının da qarşısını almağa başladıq. Belə ki, əvvəl blanklarda olduğu zaman orada saxtakarlıq bir çox hallarda ortaya çıxırdı. Artıq elektronlaşdırdığımıza görə QR kodlar vasitəsilə artıq həmin sənədin doğruluğunu yoxlaya bilirlər. Və bu həm də sığorta şəhadətnaməsinin əldə edilməsini də sürətləndirdi. Bununla yanaşı bizim yeni yanaşmalarımızdan biri hadisə baş verdiyi zaman əgər vətəndaşımızın sığortaçı tərəfindən 7 gün ərzində zərəri qiymətləndirilməsə, qiymətləndirmənin nəticəsindən məmnun qalmasa vətəndaşımız, müstəqil ekspertlər dediyimiz layihəmiz var. Həmin layihə çərçivəsində vətəndaşımız bizim sistemə daxil olaraq ekspert seçib, artıq onunla birgə hadisəsinin tənzimlənməsindən dəstək ala bilərlər. Yeniliklərimizdən də biri budur. Əlavə olaraq bu il ərzində böyük bir layihəmiz var, katastrofik risklərlə bağlı. Bu, daşınmaz əmlak sığorta şəhadətnamələri üzərinə önəmli bir addımdır. Daşınmaz əmlakları sığortalayarkən seysmik zonada yerləşdiyimizə görə əmlakın riski tam hesablana bilinmirdi. Yəni, proqnoz vermək biraz çətin idi. İndi biz Türkiyənin Trapt şirkəti ilə bərabər Kat Mod Azərbaycan modelini hazırlayırıq. Həmin layihə çərçivəsində biz seysmik zonalarımızın regionlar üzrə risklərini tam hesablaya biləcəyik və belə olduğu təqdirdə sığortaçılarımız əmlakları sığortalayarkən riskləri tam hesablaya biləcək və ehtiyatlana biləcəklər. Allah qorusun, hər hansı bir təbii fəlakət baş verdiyi zaman, misal üçün özümüz də bilirik ki, yaxın vaxtlarda Türkiyədə böyük bir zəlzələ baş verdi. Belə bir katastrofik risk yarandığı zaman sığorta şirkətlərinin özləri də ehtiyatlamalarını doğru apardığı təqdirdə
ən azından maddi zərərin qarşısı alınmış ola bilər tam şəkildə. Bu da bizim böyük layihələrimizdən biridir. Əlavə layihələrimizdən biri İnşurbas layihəsidir. Belə ki, sığorta şəhadətnaməsi hazırlanarkən yeni API-lər hazırlanır. Həmin API-lər vasitəsilə sığorta şirkətləri özləri öz sistemlərində məhsullarını, belə deyək, komponent şəklində tam dizayn edə biləcəklər, rahatlıqla əlavə komponentlər də əlavə edərək öz sığorta şəhadətnamələrini generasiya edə biləcəklər. Bu da sığorta şirkətlərinin belə deyək, həm rəqabətliyini artıracaq, həm vətəndaş yönümlü innovativ yanaşmalarına dəstək olacaq. Bir müddət əvvəl xəbərlər yayıldı ki, yaşıl kart sistemi artıq azad olunan Qarabağımızda, daha əvvəllərdə yaşıl kart sistemi Azərbaycan ərazisində tətbiq olunmuşdu, amma azad olunan ərazilərdə yox idi və torpaqlarımız azad olundu. Beləliklə həmin ərazilərdə də yaşıl kart sisteminin tətbiqinə başlandı. İstəyərdim bu barədə danışaq. Yaşıl kart sistemi ilə bağlı mən kiçik bir məlumat vermək istəyirəm ki, 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının yol nəqliyyatı üzrə işçi qrupası nəzdində yaradılmışdır. Burada əsas məqsəd beynəlxalq daşımaların asanlaşdırılması və hadisələrin tənzimlənməsinin də asanlaşdırılması olmuşdur. Belə ki, həmin sistemə üzv olan ölkələr, həmin sistemə üzv olan digər ölkələrə səyahət edərkən yaşıl kart şəhadətnaməsi alması kifayətdir və digər ölkələrə gedərkən sığorta təminatı almış olurlar. Həmin anda sürücü başqa ölkədə qəza törədərsə, artıq tələblər yaşıl kart çərçivəsində belə deyək də həll olunur. Həll olunur, bəli. Azərbaycan Respublikası da 2016-cı ildən həmin sistemə üzvdür. Sadəcə həmin devirdə işğal altında olan ərazilərdə olan hadisələr tənzimlənməsi mümkün olmadığına görə həmin devirdə digər ərazilərimizdə məhdudiyyət gətirilmişdir və biz digər ərazilərimiz çərçivəsində həmin sistemə üzv ola bilmişdik. Cənab Prezidentin rəhbərliyi altında işğaldan azad olunduqdan sonra ərazilərimiz, biz Beynəlxalq Bürolar Şurası ilə müzakirəmizin sonunda artıq Respublikamızın işğaldan azad olunan ərazilərdə içində olmaqla tam çərçivədə həmin sistemə üzv ola bildik. Və artıq bütün ərazilərimizin hamısında olan hadisələri həm tənzimləyə bilirik, həm də həmin nəqliyyat vasitələrini biz yaşıl kart şəhadətnamələrini də generasiya edə bilirik. Təşəkkür edirəm Vüsal müəllim və sizə işlərinizdə uğurlar arzuluyuram. Xatırladım ki, Qəbuldasan verilişi efirdədir. Aparıcı mənəm İlqar Mehmanoğlu, qonağım İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyevdir. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Qonağım İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyevdir. Vüsal müəllim, bir müddət əvvəl sərhəddə sığorta müqaviləsinin rəsmiləşməsi asanlaşdı. Bu məqsədlə portal da istifadəyə verildi. Bu portal hansı üstünlüklər gətirdi? İstərdim bu barədə danışaq. Azərbaycan Respublikasından gələn xarici nəqliyyat vasitələri indiyənə qədər sərhəd keçmə məntəqələrinə gəldikdən sonra Azərbaycan Respublikasına daxil olarkən sərhəd sığortası əldə etməli idilər. Sığorta təminatı əldə edə bilmələri üçün. Və bu sərhəd keçmə məntəqələrində sürətli sıranın təşkil edilməsində problemlər yaradırdı və orada ödənişlərdə bəzi problemlər yaradırdı. Bu nöqteyi nəzərən biz TPL AZ saytını istismara verdik və artıq xarici nəqliyyat vasitələri Azərbaycan Respublikasına gələrkən sərhəd keçmə məntəqəsinə gəlmədən də əvvəl artıq sərhəd sığorta şəhadətnamələrini əldə edə bilir və ödənişləri də edə bilirlər və beləcə sərhəd keçmə məntəqələrimizdən sürətli şəkildə keçidi də təmin etmiş olarıq. Bu, həm də sərhəd keçmə məntəqəsindəki proseslərin də optimallaşdırılması adına mühüm addımlardan biridir. Bu prosesi əslində çox sürətləndirib. Əvvəllər adamlar gəlirdilər, harasa fiziki olaraq getməli idilər, növbədə gözləməli idilər. İndi hətta ölkə ərazisində daxil olmamışdan əvvəl öz sığortalarını belə deyək də əldə edə bilirlər. Bəli, həm də sadəcə belə deyək, satışın özünü onlayn şəkildə etmədik. Orada məhsulun özündə də sadələşdirmələr aparıldı.
belə deyək, çox texniki olar, detala geçsəm, amma əvvəllər biraz daha fərqli yanaşmalar var idi. Amma artıq minikdir, yükdür şəklində daha sadə yanaşmalarla çox həm də istifadə tərəfdən də çox sadə olacaq, user-friendly dediyimiz bir interfeysi də var. Ona görə xarici nəqliyyat vasitələrinin sığortalanması düşünürük ki, belə həm daha operativ, həm də sərhəd keçmə məntəqələrimizdə də orada da optimallaşdırılma işləri aparılır. Onlar üçün də mühüm addımlardan biri olduğunu düşünürük. Vüsal müəllim, bir də şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib. Bu hansı üstünlüklər yaradır? Ümumiyyətcə, vətəndaşlarımız sığortaçıya yaxınlaşıb hər hansı bir məhsul almaq istədiyi zaman sığortaçılar üçün həmin vətəndaşın sığorta hadisəsi tarixçəsi onlar üçün çox önəmlidir. Çünki həmin vətəndaşın riskini daha analiz edə bilirlər, daha belə deyək, gələcək yönümlü proqnozlar edə bilirlər. Və bu nöqteyi nəzərən bizdə indiyənə qədər bu məlumatlar, sığorta tarixçəsi, əgər vətəndaş hansısa bir sığortaçı ilə əvvəldən bir münasibəti olubsa, həmin sığorta tarixçəsi ilə bağlı həmin sığorta şirkətində kiçik də olsa bir məlumatı var idi. Amma artıq biz ümumiyyətcə sığorta sektoru, təkcə icbari növ deyil. Yəni sığorta sektorunun, bütün sığorta sektorunun inkişafına görə biz sığorta tarixçəsi məlumatını artıq sektorla bölüşə biləcək bir API-ləri hazırladıq texniki olaraq. Burada vətəndaşlarımız bizim şəxsi kabinetə daxil olaraq digital login vasitəsilə orada simadan, asan imza və yaxud da digər elektron imza vasitələrindən istifadə edərək bizim şəxsi kabinetə daxil olaraq icazə ərizəsini doldurmaları kifayətdir. İcazə ərizələrini doldurarkən orada istədiyi müddəti seçə bilər, maksimum 6 ay olmaq şərti ilə. Bir də sorğunun sayını seçməlidir. Bir dəfəlikmi, yoxsa limitsizmi? Bir dəfəlik o deməkdir ki, sığortaçı bir dəfə soruşa bilər bunun sığorta tarixçəsini. Əgər limitsiz deyirsə, həmin zaman dilimində maksimum 6 ay olmaqla sığorta şirkəti, icazə verdiyi sığorta şirkəti onun sığorta tarixçəsini istədiyi qədər həmin məlumatı istəyə bilər. Və bu şəkildə həm sığortaçı həmin riski tam hesablamış olur, həm də vətəndaşlarımız hansı ki, sığorta tarixçələri çox təmizdir, hadisələri olmayıbdır, risk kateqoriyasına girmir. O vətəndaşlarımız daha endirimli şəkildə digər sığorta məhsullarına müraciət edə bilərlər bu şəkildə. Düşünürəm nə vaxtsa qəza eləyib, amma forma 4 ilə bağlı məlumat olmayan insan yoxdur. Hətta digər insanlar da bu barədə məlumatlıdır. Düşünürəm belə. Növbəti yenilik elə forma 4 ilə bağlıdır. İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanması üçün imkan yaradılıb. Bu barədə məlumat verməyinizi xahiş edəcəydim. Forma 4 məlumatları biz İcbari Sığorta Bürosunun sistemində çoxdan elektronlaşmışdır. Bu yeniliyimiz daha çox büronun üzvü olmayan sığorta şirkətləri üçündür. Bu nə deməkdir? Forma 4 məlumatları üstündə hadisə ilə bağlı bütün təfərrüatlı məlumatları üstündə ehtiva edən bir sənəddir. Bu nöqteyi nəzərən Forma 4 məlumatları indiyənə qədər biz büronun üzvü olan sığorta şirkətlərini ötürürdük, icbari növlər üzrə. Amma artıq yeni yanaşmamızda yenə bütün sığorta sektorunun inkişafı fonunda digər sığorta şirkətləri, yəni könüllü növlər, könüllü məhsullar üzrə də sığorta şirkətlərinə həmin forma 4 məlumatlarını ötürə bilərik. Və həmin məlumatlar nəticəsində kasko dediyimiz könüllü növlər üzrə də sığorta şirkətləri həmin məlumatlardan istifadə edərək hadisəsi olduğu zaman, bildiyiniz kimi icbari növü var, bir də könüllü növü var. Əgər hər hansı bir vətəndaşımızın hadisəsi olduğu zaman kasko sığortası üzrə də həmin sənədlər tələb olunursa, artıq vətəndaşlarımızın heç yerə getməyinə ehtiyac qalmadan könüllü növ hansı sığorta şirkətindədirsə, həmin sığorta şirkətləri forma 4 məlumatlarını elektron şəkildə əldə edib artıq zərərləri tənzimləyə bilərlər. Büronun IT həlləri beynəlxalq mükafatlara layiq görülüb. Bu barədə də istəyərdim danışaq. Büronun icbari sığorta sistemi 5 beynəlxalq mükafata layiq görülmüşdür. Bunlardan 3-ü Global InsurTech Awards dediyimiz mükafat layihəsindədir. Orada 3 nominasiya üzrə birində birinci yer, digər ikisində isə ikinci yerə layiq görülmüşdür.
Bunlardan birincisi Best Customer Engagement Software dediğimiz nominasiya üzrə birinci yerə çıxmışıq. InsurTech of the Year mükafatı üzrə ikinci yerə çıxmışıq. Bir də Best Embedded Software üzrə də ikinci yerə çıxmışıq. Bu Böyük Britaniyanın layihəsidir. Bir də Portuqaliyanın Lissabon şəhərində keçirilən Bold Awards üzrə də orada Boldest InsurTech və Boldest Solution as a Service nominasiyaları üzrə hər ikisinə də birinci yerə layiq görüldük və beləliklə 5 mükafat, beynəlxalq mükafatlarımızı əldə etmiş olduq. Ümumiyyətcə bu mükafatlar üzrə davam edirik, çünki sistemimiz böyükdür, innovativ yanaşmaları gətiririk və müasir texnologiyalardan istifadə edirik, müasir yanaşmalardan istifadə edirik. Bu nöqteyi nəzərən düşünürəm ki, bizim beynəlxalq mükafatlarımız irəlidə həddindən artıq çox olacaq. Biz sizə uğurlar arzulayırıq bu istiqamətdə də. Vüsal müəllim, ən çox diqqətimi çəkən məqamlardan biri də odur ki, bəzən qəza olur, sürücülər avtomobilləri çəkmirlər ki, sığorta gələcək və nəticə etibarilə tıxac yaranır da. Halbuki bildiyim qədərilə fotolarını çəkə bilərlər və avtomobilləri ərazidən kənarlaşdıra bilərlər. Məlumat doğrudurmu və sürücülərə tövsiyəniz nədən ibarətdir? Bəli, belə hallarla biz çox halda rastlaşırıq. Vətəndaşlarımızdan bu nöqtədə xahişimiz odur ki, sığorta şirkətinə məlumat verməkləri və şəkilləri çəkməkləri kifayətdir. Və o həmin bu şəkilləri çəkdikdən sonra nəqliyyatın bərpa oluna bilməsi üçün həmin avtomobilləri hadisə yerindən kənara, yol kənarına çəkərək digər nəqliyyat vasitələrinin keçidinin təmin edilməsinə kömək etməsini xahiş edirəm hamıdan. Və bu nöqtədə sığorta şirkəti həmin şəkillərdən istifadə edərək zərərlərin tənzimlənməsini həyata keçirəcəklər. Hətta bəzi hallarda forma 4 məlumatları baxımından da, yəni polis də həmin şəkillərdən istifadə edə bilir. Və bir də bir şey deyək ki, Avroprotokol dediyimiz layihə də var. Əgər hər iki tərəf razıdırsa, hər hansı bir belə deyək də qarşılıqlı razılaşma varsa və zərər 1000 manata qədər olma ehtimalı varsa, yəni vətəndaşlar aşağı-yuxarı onu bilirlər də, yəni zərər nə qədər ola bilər. 1000 manata qədərdirsə, orada sövdələşərək rahatlıqla hərəkət edə bilərlər. Çünki Avroprotokol sayəsində daha sadə şəkildə həmin hadisələr tənzimlənə bilər və orada nəqliyyat vasitəsini saatlarla gözlətməklə orada tıxac yaratmaq da, yəni bu heç arzu olunan hal deyil. Amma bilirəm və belə deyək, hadisələr çox olduğu zaman bəzən inamsızlıq olduğuna görə orada bir gözləmə müddəti içərisində qalırlar, amma buna ehtiyac olmadığını düşünürəm mən. Əziz sürücülər, qəzaya düşməməyinizi arzulayırıq. Əgər belə bir hadisə baş verərsə də Vüsal müəllimin tövsiyələrinə mütləq əməl eləyin ki, tıxac yaranmasın. Vüsal müəllim, bir vaxtlar var idi ki, sığorta deyəndə bəzi vətəndaşlar elə onların təbirincə desək, deyirlər ki, əşki boş şeylərdir. İndi münasibəti dəyişib insanlarımızın sığortaya qarşı. Vətəndaşlarımızın sığortaya yanaşmasında son illərdə müsbət dinamika biz müşahidə edirik. Amma tam istədiyimiz səviyyədə deyil. Çünki hal-hazırda sığorta daha çox məcburi şəklində alınmalıdır kimi bir yanaşma var. Amma biz büro olaraq ictimaiyyətdə sığorta savadlığının artırılması ilə bağlı hər il ciddi layihələr həyata keçiririk. Digər regionlarımızda maarifləndirmə adına layihələr həyata keçiririk. Vətəndaşlarımızın sığorta savadlığını maarifləndirilməsi adına layihələrimizdə əsas məqsədimiz odur ki, sığortanın əhəmiyyətini hamı anlasın. Buna məcburi gözlə baxılmasın. Daha çox onun mahiyyəti üzrə, oradakı risklərin, irəlidə yarana biləcək risklərin qarşısı alınması fonunda sığorta alındığı təqdirdə düşünürəm ki, bu yanaşma olduğu təqdirdə vətəndaşlarımızda da məmnuniyyət artmış olacaq. Nəinki məcburiyyətdən sığorta alınması fəlsəfəsi hələ də davam etdiyi müddətcə orada biraz belə düşünürəm ki, tam məmnuniyyəti əldə edə bilməyəcəyik. Vüsal müəllim, siz maarifləndirmədən danışdınız. Elə yeri gəlmişkən qeyd edeyim ki, Asan Radioda həyat sığorta ilə rahat verilişi yayımlanır. Həmkarımız
Aytən xanımın aparıcılığı ilə izləyicilərimiz, dinləyicilərimiz də öz suallarını yaza bilərlər. Hər həftə efirdə olur, çox faydalı bir proqramdır. Və son olaraq soruşmaq istəyirəm, maraqlıdır. İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev özünün neçə sığortası var? Mənim özüm avtomobilimi və əmlakımı sığortalamışam. Yəni, bacara bildiyim qədər sığortalardan istifadə etməyə çalışıram. Sığortalı insansınız bir sözlə. Bəli. Yəni, çünki sığortanın əhəmiyyəti, belə deyək, yəni sadə dildə izah eləsək, bir bəla min nəsihətdən yaxşıdır deyə bir atalar sözümüz var. Amma mənim arzum odur ki, bəla gəlmədən sığortalansaq daha doğru olar. Çünki həqiqətən hadisə gəldiyi zaman digər ölkələrdə də gördüyümüz kimi çox ciddi fəsadlarla rastlaşa bilirik. Düşünürəm ki, biz də çox işlər görməliyik sığorta adına və vətəndaşlarımız da sığortanın mahiyyəti üzrə davam etsələr, məncə ortaq nöqtədə görüşəcəyik. Çox sağ olun. Minnətdaram ki, vaxt ayırıb qonaq oldunuz. Çox sağ olun. Mən də sizə uğurlar arzu edirəm. Təşəkkür. Qəbulda sana ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim İlqar Mehmanoğlu. Qonağım isə İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan.